Dostlar, Temuda gömrük bəyannaməsi etmək üçün ilk öncə Temu proqramına daxil oluruq və burada aşağıda ortadan sən bölümünə klikləyirik və daha sonra burada baxın ən üstdə sifarişləriniz deyə bir şey var. Buraya giririk və burada baxın sifarişi izlə deyə bir şey yazılıb. Buna daxil oluruq. Daha sonra burada gördüyünüz kimi sifariş göndərildi deyə bir şey yazılıb. Yəni burada bizə demir, malınızı gömrük bəyanı edin falan demir. Biz bunu hardan biləcəyik ki, bu gömrük bəyanı gəlib? Əlbəttə ki, bunu öyrənmək üçün Smart Customs tətbiqinə girəcəksiniz. Yəni siz malı vurduqdan sonra ilk 24 saat sonra Smart Customs tətbiqini tez-tez yoxlayın ki, gömrük bəyanı gəlib-gəlməyib. Bəyan edilməmişlər bölümündə bir yazılıb və qırmızı nöqtə kimi bir şey var. Gördüyünüz kimi United AZ deyə bir şey yazılıb. Bu bildirir ki, bizim həmin şirkət. Baxın, az öncə həmin adı Temuda da gördük. Baxın, Courier United deyə bir şey yazılıb. İndi baxın, bura bizə lazımdır. Buradan çıxmırıq. Sadəcə biz buradan sifariş təfərrüatlarına daxil oluruq ki, burada bizim mallarımızın məlumatları lazım olacaq. Baxın, burada bütün məhsullara bax deyə açırıq. Bütün hamısının qiyməti görünür. Sonra gəlirik yenə Smart Customs tətbiqinə bəyan edilməmişlərə giririk və burada baxın mavi rəngdə, göy rəngdə bəyan et yazılıb. Buna klikləyirik və burada bizim şəxsi məlumatlarımız çıxır. Adımız, soyadımız, atamızın adı, şəxsiyyət vəsiqəmizin fini, mobil nömrə bölümü var burada. Bu mobil nömrə bölümünə zəng gəlib gedən, WhatsApp falan işləyən bir nömrə yazın ki, bura vacibdir. Bəli, mən də öz nömrəmi yazdım. Sonra buradan irəli düyməsini sıxıram və belə bir şey yazıldı. Yeni bəyannamə, idxal və ixrac deyə bir şey gəldi. Elə burada siz heç bir şeyə toxunmayın, idxal olaraq qalsın. Çünki xarici ölkədən bizim ölkəyə idxal olunur bu. Buradakı ümumiyyətlə heç bir şeyə toxunmayın. Elə düz irəli düyməsinə klik edin və belə bir şey açılacaq. Burada yenə əlavə et düyməsinə klik edin və əsas hissəyə gəldik. Bura vacibdir. Xahiş edirəm diqqət edin. Baxın, burada deyir ki, malın daxil olunduğu əsas qrupu seçin. Biz də indi burada yenə Temuya az öncəki yerə daxil oluruq. Burada sizə tövsiyəm odur ki, ən baha mal hansıdırsa onu seçin. Baxın, ən başdan aşağı doğru gedirəm. Baxın, 11 manatlıq var, 2 manatlıq var. Baxıram görək 11 manatdan ən baha məhsul hansıdır. Bəli, gördüyünüz kimi 11 manatdan ən baha olan məhsul 16 manat 93 qəpiyə olan bu qadın paltarıdır. Bunu indi biz oraya daxil edəcəyik, yəni az öncə bizdən soruşulan yerə daxil etməliyik. Baxın, burada soruş ki, malın daxil olduğu əsas qrupu seçin. Biz buraya giririk, görək burada nələr var. Baxın, ayaqqabı, sonra nə bilim lampalar, elektronika falan var burada. Biz burada geyim seçməliyik, çünki qadın paltarı idi, o geyim sayılır. Bəli, burada baxın, geyim aksesuarları deyə bir şey var. Bunu seçirəm, çünki ona oxşar ən düzgün odur, amma düz geyim aksesuarı deyil, o birbaşa geyimdir, amma yenə də bunu seçirəm. Daha sonra ikinci alt qrup açılır bizdə burada. Tanta, çətik, digər eynək falan yazılıb. Burada görün ona uyğun bir şey var. Baxın, burada mənə heç bir uyğun olan bir şey yox idi. Yəni qadın paltarı idi. Ona görə elə buradan düz bir şəkildə digər düyməsini seçirəm. Çünki onların arasında olan heç bir şey deyildi. Yəni digəri idi. Sonra baxın, ümumi invoice qiymətidir. Bunu qarışdırmayın, gəlib birbaşa bu qadın paltarının qiymətini bura yazmayın, yoxsa başınız bəlaya düşə bilər. Baxın, qadın paltarının qiyməti burada 16 manat 93 qəpik görünür. Mən bunu yazmamalıyam. Ümumi invoice qiymətidir. Yəni ümumi qiymət nədirsə onu yazırıq. Baxın, gəlirik biz buradan yenidən Temuya. Burada bizdə bir yerdə ümumi qiymət göstəriləcək. Ən aşağı düşürəm. Əsasən bu malların ən altında olur. Baxın, gördüyünüz kimi bəli, burada var. Ödəniş məlumatları 18 məhsulun cəmi 71 manat 41 qəpik kimi bir pul tutub, düzdür, endirimlə orada düşüb. Əslində Smart Customsda 74 manat göründü az öncə. Biz yenə burada nə görünürsə onu yazırıq ki, tam dəqiq olsun. 71 manat 41 qəpiyi bura qeyd edirik. Baxın, buraya gəldim, 71.41 yazdım ki, tam dəqiq olsun. Qəpiyinə qədər yazıram ki, həm halallıq olsun, həm də gələcəkdə problem çıxmasın. Sonra baxın, valyuta bölümü var. Bura Azərbaycan manatını əlavə ediblər. Əvvəl burada dollar hesabı olduğuna görə dolları ilə hesablayıb yazırdıq. Baxın, Azərbaycan manatını seçdim. Altda da burada daşınma xərci kimi bir şey yazılıb. USDT falan qeyd olunub. Oraya tez toxunmayın, olduğu kimi qalsın. Sonra baxın, burada əlavə et yazılıb. Buna klik edirsiniz. Biraz gözləyirsiniz, belə bir şey gəlir. Sonra baxın, burada bəyannamədə yanlış məlumat göndərməklə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyacağım mənə məlumdur deyə bir şey var. Bunu seçirsiniz. Baxın, az öncə qeyd etdiyim budur. Yanlış məlumat versəniz, misal üçün siz ayaqqabı vurmusunuz, amma oradan kompüter məhsulları seçsəniz, bəyannamədə elə göstərsəniz, bu əlbəttə ki, qanunvericiliyə ziddir və bu bir problem yarada bilər sizə. Ona görə də mütləq diqqət edin buna. Malınızı bəyan edərkən onun pulunu və məhsulun ümumi kateqoriyası nədirsə onu tam dəqiq seçin. Sonra baxın, burada təsdiqlə var. Buna klik edəcəksiniz. Baxın, gördüyünüz kimi mən əsas bunu göstərmək istəyirdim. Bunu da kommentlərdə yazırlar, ona görə göstərin. Baxın, deyir ki, xəbərdarlıq. Daxil etdiyiniz invoice qiyməti daşıyıcı şirkətin göstərdiyi invoice qiyməti ilə uyğun gəlmir. Baxın, az öncə mən bunu deyirdim. Smart Customsda 74 manat göstərirdi, amma Temu başqa bir rəqəm göstərir. Temu burada bizə 71 manat 41 qəpik göstərir. Bəli, siz bunu Temuda nə görsəniz də yenə də
Smart Customsa tam dəqiq yazmalısınız. Gəlin indi geri qayıdaq biz buradan. Baxın geri düyməsinə klik etdim. Yenə buradan idxal bölümündən irəli seçirəm. Bura olduğu kimi qalır. Baxın buradan geri qayıtmalıyıq. Biz baxın burada heç geri qayıtmağınıza ehtiyac yoxdur. Yəni geri düyməsinə vurmanıza ehtiyac yoxdur. Baxın burada qələm işarəsi var. Buna klik edəcəksiniz. Bura 71 manat 41 qəpik olan yerə 74 manat olaraq yazacağıq. Çünki burada daşınma xərci falan da var. O pulun üstünə əlavə olunur deyə o pul çox görünə bilər. Yəni ona görə də Smart Customsda nə görünürsə onu yazdım. Bəli, baxın 74 manat olaraq yazdım. Yenə yoxlayıram. Baxın geyim aksesuarları digər seçilidir. Sonra 74 manat yazmışam və Azərbaycan manatını seçmişəm. Əlavə edin deyirəm. Az öncəki vacib məlumat olan bu quş işarəsini seçib təsdiqləyə klik edirəm və görəcəksiniz bu dəfə təsdiqlənəcək. Bəli, gördüyünüz kimi yaşıl rəngdə quş işarəsi düşdü və təsdiqləndi. Bu bildirir ki, heç bir problem yaranmayacaq. Yenə buradan təsdiqləyə klik edirəm. Avtomatik olaraq burada bizim hesabımıza düşür və gömrük bəyannaməsi təsdiqlənmiş olur. Baxın, sizə bunu göstərmək istəyirdim ki, Temuda fərqli qiymət yazılır, Smart Customsa fərqli qiymət yazılır. Ona görə bu sizi çaşdırmasın. Çalışın Smart Customsda nə görünürsə onu yazın. Çünki daşıyıcı şirkət bu məlumatı verib ki, bu adamın aldığı məhsulların ümumi qiyməti budur. Yəni çaşdırmasın bu heç vaxt sizi. Bəli, daha sonra Smart Custom tətbiqində geri çıxın və görəcəksiniz. Burada 43 dollar 53 sent olaraq yazılıb. Bu bizim az öncə vurduğumuz pulun manat ilə olan dəyərin dollar formasıdır. Gedin, yəni 74 manatı dollara çevirin. Görəcəksiniz ki, 43 dollar 53 sent olaraq görünəcəkdir. Yəni bu da bunu bildirir. Bizim burada 300 dollar limitimiz var, onu bildirir. Yəni 3 ay içində 300 dollarlıq məhsul vura bilərsiniz. Ondan yuxarı çıxdığında avtomatik gömrükə pul ödəməlisiniz. Yəni müəyyən bir rüsum var, onu ödəməlisiniz. Yəni dostlar, gömrük bəyanı belə idi. Çox sadə bir şeydir. Burada qəliz bir şey yoxdur. Əgər qaranlıq qalan bir şey olsa, aşağıda kommentlərdə suallarınızı yazın, mən hamısını cavablayacağam. Videomuz sizə faydalı oldusa, aşağıdan kanalımıza abunə olub videoya like atın. Bir də bildiriş zəngini də aktiv edin ki, belə videolar atdığımızda öncədən xəbər olasınız. Sağ olun, salamat qalın.